Antikvariat nəyə deyilir? Antikvariat kolleksiya əhəmiyyəti olan qədimi əşyaların, əl işlərin, kitabların, müxtəlif əşyaların cəminə deyilir. Yəni o şey antikvariat sayılır ki, onun kolleksiya əhəmiyyəti var. Ən çox antikvariat ixrac edən 5 ölkələr hansılardır? 5-ci yer Fransa, 1,8 milyard dollara bərabərdir onun ixracatı. 4-cü yer İsveçrədir ki, 2 milyard dollar antikvariat ixrac edir. Eyni zamanda İsveçrə 2,2 milyard dollar antikvariatı da idxal edir. 3-cü yerdə İngiltərə durur. 4,85 milyard dollarlıq antikvariat ixrac edir. Lakin İngiltərənin idxalatı bundan qat-qat azdır. Ümumilikdə 3 milyard dollardan biraz yuxarıdır. 2-ci yerdə Hong Kong durur. Bu balaca ərazinin ixrac elədiyi antikvariatın miqdarı 6,85 milyard dollardır. Hong Kong həm də idxalata görə dünyada ikinci yerdədir ki, bu da 6,61 milyard dollardır. Antikvariatın alverinə görə dünyada birinci yerdə duran ölkə isə Amerika Birləşmiş Ştatlarıdır ki, onun ixracatı 12,4 milyard dollardır ki, dünya ixracatının 31%-dir. İdxalatı isə 10,6 milyard dollardır ki, dünya idxalatının, yəni antikvariat idxalatında onun payı 29%-dir. Müsəlman ölkələr içərisində bu sahədə lider dövlətlər Birləşmiş Ərəb Əmirliyi ilə Saudi Ərəbistandır. Belə ki, Birləşmiş Ərəb Əmirliyində idxalat 985 milyon dollar, ixracat isə 918 milyon dollardır. Saudi Ərəbistanı bundan qat-qat geridə qalır. Belə ki, onun idxalatı 385 milyon dollar, ixracatı isə 370 milyon dollardır.